İnsan Hüquqları Aylığı çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün media və insan hüquqları mövzusunda maarifləndirici sessiya təşkil edib. Sessiyanın məqsədi jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirərkən insan hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və etik davranış standartları barədə məlumatlılığını artırmaq olub. Tədbirdə çıxış edən institutun idarə heyətinin sədri Məhəmməd Quluzadə media nümayəndələrinin ictimai şuurun formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, media sahəsində insan hüquqlarına yanaşmanın mövcud vəziyyətini qiymətləndirmək məqsədi ilə müxtəlif media resurslarında yayımlanan materiallar mütəmadi olaraq təhlil edilir və monitorinqlər aparılır. Jurnalist peşəsi asan peşə deyil. Jurnalist həmişə gündəmdə olmalıdır, məlumatlar toplamalıdır, emal eləməlidir və jurnalistlərin demək olar ki, 90-95% hüquqşünas da deyirlər. Və ona görə də biz çalışıb onlara kömək eləməliyik. Və biz artıq bu monitorinqləri 4-cü monitorinq hesabatı eləmişik, yarı birlikdir bunlar. Dinamika çox yaxşıdır. Yəni, təlimlərin nəticəsində də mən burada media agentliyinə xüsusi təşəkkürünü bildirmək istəyirəm ki, onlar bu məsələni gündəmdə saxlayırlar. İrəliləyiş var, biz bunu rəqəmlərlə görürük, etiraf edirik. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə çıxışında insan hüquqlarının qorunması sahəsində medianın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. O vurğulayıb ki, jurnalistlər informasiya hazırlayarkən və yayarkən insan hüquqlarına hörmət etməli, peşə etikası və qanunvericiliyin tələblərinə riayət etməlidirlər. Mən bizim dəyərli jurnalistlərimizi, bizim hörmətli media mənsublarını dəvət edərdim ki, uşaq hüquqları ilə bağlı, xüsusən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məlumatlar verərkən bu mövzuya kifayət qədər həssas yanaşdırılır. Hər hansı bir insident baş verdikdə biz başa düşürük, bu force major halıdır və orada yetkinlik yaşına çatmayan uşaqlardan müsahibələr alınır və üzləri görsənir. Və yaxud da yetkinlik yaşına çatmayan uşaqların hər hansı bu və ya digər cinayət əməli var, təbii ki, məhkəməyə qədər ki, prosesdir, amma yenə də bu uşaqların üzləri görsənir və yaxud da üzləri görsənmədən onların ünvanı, adı, atasının adı dəqiq şəkildə göstərilir. Mən inanıram ki, bu gün burada insan hüquqlarının bütün istiqamətləri müzakirə olunacaqdır. Uşaq hüquqlarına bizim dəyərli ekspertlərimiz xüsusi diqqət göstərəcəklər. Sessiya zamanı institutun təlimçi ekspertləri jurnalist fəaliyyətində daha çox rast gəlinən insan hüquqları pozuntuları və onların hüquqi nəticələri barədə ətraflı məlumat veriblər. İştirakçıların diqqətinə çatdırılıb ki, şəxsi və ailə həyatına müdaxilə, fərdi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrıseçkilik və nifrət nitqini təşviq edən materialların yayılması, intiharla bağlı xəbərlərin hazırlanması zamanı etik qaydalara əməl olunmaması, həmçinin təhqir və böhtan xarakterli məlumatların yayılması yol verilməzdir. Qeyd olunub ki, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlər qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaradır. Bu baxımdan media nümayəndələrinin peşə fəaliyyətlərində hüquqi normalara və etik prinsiplərə ciddi əməl etmələrinin vacibliyi vurğulanıb. Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, media fəaliyyətində insan hüquqlarına həssas yanaşmanın rolu və əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Aygün Cərçiyeva, Xaliq Abbasov, APA TV.